Sizi yenidən salamlayıram. Biz bugün növbəti nəzəriyyəni təqdim edəcəyik. Biz bundan əvvəl iki nəzəriyyə keçmişik artıq. Gardner nəzəriyyəsində keçmişik, Howard Gardnerin nəzəriyyəsi. Ondan sonra isə Jean Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsini keçdik. Kifayət qədər geniş mövzulardandır, geniş nəzəriyyələrdəndir. Eyni zamanda da onun testlərini də yerinə yetirdik. Bundan əvvəlki dərsdə biz artıq həmin testlərdə kimin səhvləri olmuşdursa və ya kimin sualları, kimin şübhələndiyi məqamlar olmuşdursa, biz onu izah eləməyə çalışdıq. Bugün isə növbəti nəzəriyyəni keçəcəyik. İlk olaraq mən ekran paylaşımı edeyim ki, izah edəcəyim lövhə ortaya çıxsın. Hamı ekranı görürmü? Bəli, müəllim. Əla. Deməli, ilk olaraq biz sizə təqdim edəcəyik Lev Vygotsky'nin müəllifi Lev Vygotsky olan deməli sosial inkişaf nəzəriyyəsi. Sosial inkişaf nəzəriyyəsi. Aha, diqqətiniz məndə olsun, bunu izah edəcəyim sizə. Ümumiyyətlə, Lev Vygotsky cəmi 38 il yaşayıb. Bu qısa müddətdə yaşamasına baxmayaraq, psixologiya üçün, hətta pedaqogika üçün çox vacib bir nəzəriyyəni irəli sürüb. Biz bunun adını qoymuşuq, sosial inkişaf nəzəriyyəsi. Sosial inkişafla bağlı çoxlu nəzəriyyələr var, amma bizim proqramda Lev Vygotsky nəzəriyyəsinə xüsusilə önəm verilir. Vygotsky nəzəriyyəsinin fəlsəfəsi ondan ibarətdir ki, insan təklikdə öyrənə bilməz. Məsələn, Piaget nəzəriyyəsi təklikdə öyrənə bilərdi. Hətta Piaget deyirdi ki, zehni inkişafın əsasında bioloji inkişaf dayanır, yəni irsiyyəti, genetikanı əsas götürürdü. Amma Vygotsky isə deyir, yox, əgər səni dəstəkləyən hissə yoxdursa, sən özün təklikdə inkişaf edə bilməzsən. Hətta bunu bəzi nümunələrlə göstərir. Məsələn, deyir ki, adi bir inşaatda beton tökəndə neynirlər? Əvvəl bir taxtaları qururlar, xüsusi formada, sonra onun içərisinə beton tökürlər. Bir müddət sonra beton quruyur, o taxtaları sökürlər və beton həmin formada qalır. Və bu zaman Vygotsky deyir, o taxtanın oynadığı rol sosial dəstəkdir. Yəni, həmin taxta sona qədər orada olmadı. Beton quruyana qədər orada oldu, ancaq betonu bizə lazım olan formaya salınmasına köməklik göstərdi. Və bunu insan həyatına yönləndirir və deyir ki, hər kəsin həyatında həmin o taxtanın oynadığı rolu oynayan qüvvələr var və bu həmin insanın inkişafına səbəb olur. Hətta lori mənada desək, məsələn, bizim müəllim olmağımıza ən böyük sosial dəstək nədir? Şagirdlərin olması. Əgər şagirdlər varsa, biz müəllimik. Və yaxud, öyrənənlər üçün ən böyük dəstəyin olması nədir? Öyrədənin olması. Yəni, şagirdlər o zaman şagird olur ki, onlara öyrədən bir müəllim olur. Yəni ki, bir tərəfli deyil. Yer kürəsində belə təkdə şimal qütbü deyilən bir şey yoxdur. Şimal varsa, cənub qütbü də var. Cənub qütbü varsa, şimal qütbü də var. Yəni, bunlar bir-birinə əks tərəfdə, simmetri şəkildə sanki dayanmış hissələrdir. Deməli, Vygotsky nəzəriyyəsi kollektiv öyrənməni üstün sayır. Vygotsky nəzəriyyəsi sosial öyrənməni üstün sayır. İnsan sosial dəstək halında öyrənə bilir. Vygotsky nəzəriyyəsinə görə insan bir işi bacarması ilə bağlı 3 mərhələdə ola bilər. O, bu mərhələləri zona adlandırır. Diqqətli olaq. Birinci zona belə adlanır. Dəstək olsan da bacara bilmir.
Bu birinci zonadır. İkinci zonanın yerini boş saxlayıram. Üçüncü zonaya gəlirəm ki, onu daha yaxşı dərk edək. Üçüncü zona nədir? Dəstək olmasaq da bacara bilir. İndi bir dənə diqqətli olaq. Deməli, biz iki vəziyyətdə ola bilərik. Yəni, ya bizə dəstək versələr də hələ bizim o potensialımız yoxdur, bizim əlimiz tutmur, bizim ayağımız tutmur, biz onu bacara bilmirik. Bir də var ki, biz onu elə yaxşı bacarırıq ki, bizə dəstək verməsələr də biz onu bacara biləcəyik. Axı, bu birinci zona ilə üçüncü zona birbaşa əmələ gəlmir. Ortada daha bir zona olur. Biz bunu ikinci zona adlandırsaq da, bunun ən əsas adı belədir. Yaxın inkişaf zonası və yaxud YIZ. Biz onu testlərdə YIZ kimi görəcəyik. İndi diqqətli olaq. Deməli, yaxın inkişaf zonası nədir? İnsanın bacara bildiyi vəziyyəti ilə, daha doğrusu bacara bilmədiyi vəziyyəti ilə bacara bildiyi vəziyyəti arasında bir körpüdür. İndi sizə bir nümunə göstərəcəm, sizə daha yaxşı aydın olacaq. Deyək ki, bir körpə uşağa söz vermişsiniz ki, o dünyaya gələndən sonra mən ona velosiped sürməyi öyrədəcəyəm. Uşaq təzə dünyaya gəlir, bir velosiped almışsınız, aparmışsınız uşağın yanına ki, mən buna velosiped sürməyi öyrətmək istəyirəm. Axı, onun bədəni, orqanizmi o vəziyyətdə deyil. Velosipeddə əyləşə bilmir, ayaqları pedala çatmır, həkim icazə vermir o velosipeddə əyləşsin, hələ təzə dünyaya gəlib. Demək ki, sən bunun üçün nə də eləsən, bu hələ bunu bacara bilməzsən. Buna deyilir, dəstək olsaq da bacara bilmir. Bir müddət keçəndən sonra biz görürük ki, bunun ayağı pedala çatır, velosipeddə rahat əyləşə bilir, bizim dediyimiz sözləri başa düşür. Və o zaman fikirləşirik, aha, artıq bu velosiped sürə bilər. Biz bu vəziyyətə deyirik yaxın inkişaf zonası. Sonra ona köməklik göstəririk, biraz köməklik göstəririk, sonra əlimizi buraxırıq, velosipedi sərbəst sürür. Bu köməklik isə biz ayrıca deyərik scaffolding. Bunun adını mən burada qeyd edeyim. Biraz onu izah edəcəyəm. Bunun adı scaffolding adlanır. Scaffolding. Sonra həmin uşaq böyüyür, velosiped üzrə dünya çempionatında iştirak edir. Hesab edir ki, sən onu çağırmışsan, deyirsən ki, gəl sənə velosiped sürməyi öyrədim. Deyir ki, sən mənə dəstək olmasan da mən bunu bacarıram, o velosipedi rahat sürürəm. Demək, bu artıq üçüncü zonadadır. Deməli, bu bizə nəyi göstərir? Bu bizə onu göstərir ki, hər bir müəllim bir mövzunu və ya bir bacarığı öyrədərkən ilk öncə düşünməlidir. Görəsən, mənim öyrədəcəyim şagirdlər o potensiala gəlib çatıblarmı ki, mən onlara biraz dəstək versəm, onlar bunu öyrənə bilərlər. Məsələn, birinci sinif şagirdinə sən trigonometriyanı öyrədə bilməyəcəksən. Çünki onun bucaq anlayışı yoxdur, trigonometriya qədərki olan hissələri hələ bilmir. Sən özünü, yəni şəhid də eləsən onun yolunda, o yenə də trigonometriyanı birinci sinif şagirdinin başa düşməsi çox çətin prosesdir, yəni möcüzə ola bilər. Ona görə ki, onun beyni həcminə uyğun gəlmir. Bir müddət keçəndən sonra bucaqları bilir, üçbucaqların bucaqları məsələsini isbat edə bilir, bucaqları dərk edir, artıq trigonometriyanın nə olduğunu dərk edə bilir. Ondan sonra artıq deyirsən ki, bəli, artıq vaxtıdır, yaxın inkişaf zonasındadır. Mən buna biraz dəstək verim, ondan sonra bunu bacara biləcək. Üçüncü zonada isə artıq sənin ona verdiyin dəstəyə ehtiyacın yoxdur. Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə görə proseslər bu cür tənzimlənir. Yəni, müəllim həmin prosesdə yaxın inkişaf zonasını hiss etməlidir. Uşaq həmin zonaya çatıbsa, o mərhələdədirsə, o zaman scaffoldingi həyata keçirə bilər. İndi diqqətli olaq. Yaxın inkişaf zonası scaffoldingin özüdürmü? Xeyr. Yaxın inkişaf zonası mərhələdir. Scaffolding isə prosesdir. Yəni, yaxın inkişaf zonasına çatmasaq, biz scaffolding eləsək, heç bir effekt alınmaz. Çünki bu yaxın inkişaf zonasında deyil, o potensialda deyil. Biz birinci onu həmin potensiala gətirməliyik.
ya gözləmə vaxtı verməklə, ya yenidən izahlar etməklə o mərhələni əmələ gətirməsək, biz scaffoldingi eləsə effekt verməyəcək. Deməli, yaxın inkişaf zonasına gəlib çatandan sonra biz scaffoldingi həyata keçirə bilərik. Bugün scaffoldinglə bağlı müəyyən strategiyalar var. Məsələn, müəllim dərsi izah edərkən çoxlu nümunələr göstərirsə izah vaxtı bu scaffoldingdir. Niyə? Onun dərk etməsinə təsir göstərir. Müəllim əyani vəsaitləri bol edirsə, bu scaffoldingdir. Çünki onun dərk etməsinə köməklik göstərir. Müəllim həll yollarını deyil, və həll yollarını demək scaffolding deyil. Amma məsələnin şərtini addım-addım izah edirsə, bu scaffoldingdir. Yəni, addım-addım izah edir ki, şagird məsələni başa düşə bilsin. Uzun sözün qısası, scaffolding odur ki, biz şagird üçün onu elə bir tərzdə izah edək ki, şagird üçün o daha çox əlçatan olsun, o bacarığı yiyələnə bilsin. Amma biz ona davamlı şəkildə onun yanında ola bilmərik. Çünki scaffolding təlim yardımıdır, amma müvəqqəti təlim yardımıdır. Biz müvəqqəti təlim yardımı göstəririk, sonra əlimizi buraxırıq, o adam müstəqil şəkildə addımlayır. Vygotsky'yə görə də bizim ona yardım göstərməyimiz şərtdir. İlk addımları biz onunla atmalıyıq. Çünki Vygotsky nəzəriyyəsinə görə insanlar hər şeyi məktəbdən götürmür. İnsanlar bacısından da, qardaşından da, qonşusundan da elə şeylər öyrənə bilər ki, bu ona belə deyildi, yeni bacarıqlar öyrədə bilər. Və bu yaxın inkişaf zonasında olursa və ona müvəqqəti dəstək olunursa, o zaman həmin bacarığı öyrənə bilər. Scaffolding prosesi yəni bilən müəllimlər adətən bu strategiyada necə istifadə edə bilirlər? Məsələn, görürlər ki, bir şagird zəifdir, amma potensialı var. Onu bilərək də güclü şagirdin yanında əyləşdirirlər ki, qoy ondan biraz dəstək alsın. Bilərəkdən əyləşdirir. Demir tam şəkildə dəstək. Bir balaca dəstək alsın ki, o həmin işi bacara bilsin. Yəni, ona görə dərsdə zəifin güclünün yanında əyləşdirilməsi scaffolding zamanları məsləhətli sayılır ki, bir-birinə dəstək verə bilsinlər. Vygotsky ilə Piaget nəzəriyyəsinin həm oxşar cəhətləri var, həm də fərqli cəhətləri var. İlk öncə ortaq cəhətlər, yəni oxşar cəhət ondan ibarətdir ki, bunların hər ikisi deyir ki, uşaqlar oyun zamanı öyrənirlər. Bu, onun bir oxşar cəhəti. İkinci oxşar cəhəti odur ki, Vygotsky də deyir ki, cəmiyyət inkişaf edəndə insanların inkişafına təsir göstərir, sosial dəstək güclənir. Piaget də biz sizə o kognitiv inkişafa təsir edən amilləri deyəndə qeyd eləmişdik. Dövrün təcrübəsi, ya cəmiyyətin təcrübəsi, cəmiyyətin texnoloji savadı əgər çoxdursa, zehni inkişafda daha yaxşıdır. Deməli, Vygotsky də, Piaget də ortaq cəhət kimi onu deyib ki, cəmiyyət inkişaf edəndə insanların inkişafına, istər zehni, istər sosial inkişafına müsbət təsir göstərir. Bəs bunların fərqi nədədir? Piaget nəzəriyyəsi deyir ki, uşaqların zehni inkişafı mərhələlərdə baş verir. Vygotsky'də isə mərhələ anlayışı var. Anlayışı yoxdur Vygotsky'də. O sadəcə bunu münasibətlərdə, sosial münasibətlərdə əmələ gəlir. Piaget deyir ki, uşağın əvvəlcə zehni inkişafı formalaşmalıdır, sonra öyrənməsi baş verməlidir. Vygotsky isə deyir, yox. Öyrənmə həmişə inkişafdan əvvəl gəlməlisən, əvvəl öyrənməlisən, sonra inkişaf eləməlisən. Piaget deyir ki, uşağın zehni inkişafı ətraf aləmi kəşf etdiyi zaman baş verir. Vygotsky isə deyir, yox, uşağın zehni inkişafı müəllimlər, yoldaşları və daha bilikli başqası ilə ünsiyyət zamanı baş verir. Mən bu oxşar və fərqli cəhətləri niyə qeyd elədim? Ona görə ki, sizə qəbul imtahanlarında test düşəndə bu çox zaman Venn diaqramı kimi düşə bilir. Yəni, ikisinin integrativ testi belə düşür adətən. Orada görsən, oxşar cəhətdən fərqli cəhətləri soruşa bilər. Ona görə də bu son verdiyi məlumatlar da önəmli məlumatlardandır. Yəni, daha biz nə deyə bilərik sosial inkişafla bağlı? Deməli, biz şagirdi izləyirik, görürük ki, o artıq yaxın inkişaf zonasındadır. Artıq bunu bacara bilər, bir damcı ona dəstək lazımdır
biz tez ona dəstək göstəririk, təlim yardımı göstəririk. Müvəqqəti yardım adlanır scaffolding. Scaffoldingdən sonra o yardımı dayandırırıq. Bu adam artıq o işi bacarır. Biraz dəstək verdi, o işi gördüsə ondan sonra bu artıq özü onu həyata keçirə bilər. İstənilən halda həyatda da belədir. Bir insan təşəmmülünə baxanda körpə ilk dəfə özü durub ayağa yerimir ki, düzdür. Onu kimsə biraz dəstək verir, onu ayaq üstə dəstək verirlər, onu saxlayırlar müəyyən müddət. Müəyyən müddətdən sonra əmələ gəlir. Yəni, ayaq üstə yeriməyin bir formasını ona göstərirlər ki, o bilir ayaq üstə yerimək nədir və ondan sonra əmələ gəlir. Bizim bütün həyatımızda belədir. İlk addımlar nədir? Bizə göstəriblər onu və ondan sonra biraz da bizə dəstək verirlər, sonra əllərimizi buraxırlar, biz sərbəst şəkildə onu öyrənə bilmişik. Bu oldu Vygotsky'nin sosial inkişaf nəzəriyyəsi. Bununla bağlı bu qədəri bilsəz, bəs eləyəcək. Bununla bağlı mən sizə test də tapşırıram, qrupda da yazacağım, neçə dənə testdən söhbət gedir və həmin testdə də nəyə diqqət edəcəksiniz? Məsələn, daha çox scaffoldingdən söhbət gedəcək. Bəzi məqamlarda yaxın inkişaf zonası mərhələdir. Götürürlər yalandan, yəni çaşdırmaq üçün yazırlar, scaffolding mərhələsi. Scaffolding mərhələsi yoxdur. Scaffolding prosesdir. Yaxın inkişaf zonası mərhələdir. Scaffolding isə bu zonaya çatan insana göstərilən müvəqqəti yardımdır, müvəqqəti prosesdir ki, şagird onu yerinə yetirə bilsin. Və bir daha sizə xatırlatma eləmək istəyirəm. Əgər xatırlayırsınızsa, biz sizə diferensiallaşma dərsini keçəndə orada belə bir cümlə demişdik. Scaffoldingə biz ilk dəfə o dərsdə rast gəlmişdik bu proqram üzrə. Və orada deyilmişdi ki, diferensial yanaşma hər dərsin özünə aiddir. Scaffolding isə bütün tədris yanaşmasıdır, bütün tədris ili boyunca davam edir. Və biz orada demişdik, diferensiallaşma scaffoldingə nisbətən kiçikdir. Və burada bir daha xatırladırıq ki, scaffolding sentyabrın deyək ki, 15-dən ki, müəllim dərsə başlayır, həmin ilin, iyunun, belə deyim də, o tədris ilində sonuncu dərs gününə qədər müəllim davamlı olaraq scaffolding strategiyalara fikirləşir ki, mən hər dəfə necə edim ki, biraz yardım edeyim və uşaq bunu ardını özü gətirsin. Və hər dərsin özündə isə addım atılanda biz buna deyirik diferensiallaşma. Bu oldu Vygotsky haqqında, sosial inkişaf nəzəriyyəsi haqqında. İndi isə sizə növbəti nəzəriyyəni təqdim edirəm. Mən buranı siləcəyəm. Bizim növbəti nəzəriyyəmiz də çox maraqlı nəzəriyyədir. Biz sizə bugün həmsini təqdim edəcəyik. Karl Dweck'in müəllifi olduğu, deməli, düşüncə tərzi nəzəriyyəsi. Düşüncə tərzi nəzəriyyəsi. İlk öncə qeyd edim ki, Karl Dweck hal-hazırda yaşayır, professor xanımdır, Amerikada yaşayır, Stanford Universitetinin professorudur. Karl Dweck nəzəriyyəsi nəyə əsaslanır? Onun nəzəriyyəsi və yaxud onun fəlsəfəsi adətən dünyada motivasiya və uğur fəlsəfəsi hesab olunur. Və o deyir ki, insanları ruhlandırmaq üçün, insanları uğura daşımaq üçün onları mütləq şəkildə inandırmalısan, inandırmaq. Deməli, Dweck'in seçdiyi yol inandırmaq yoludur. İnsanları inandıra bilsən, onu motivasiya vermiş olursan, onu uğura daşıya bilmiş olursan. Karl Dweck nəzəriyyəsindən danışanda iki cür düşüncə tərzinə biz önəm verəcəyik. Bunlardan biri adlanır qapalı düşüncə, ikinci adlanır açıq düşüncə. Qapalı düşüncənin ikinci adı sabit zəkalılar. Açıq düşüncənin ikinci adı isə inkişafda olan zəkalılar. Yəni, iki cür insanlar ola bilər. Qapalı düşüncədə, yəni sabit zəkalılar, bir də inkişafda olan zəkalılar. Qapalı düşüncəli insanlar, bir də açıq düşüncəli insanlar. İndi mən bunları izah edeyim sizə. Qapalı düşüncə də
açıq düşüncədə hətta ilk olaraq insan həyatında körpəlikdə əmələ gəlir. Qapalı düşüncələr kimlərdir? Qorxanlar, risk edəndən çəkinənlər, həyəcan keçirənlər, yeni bir yol yoxlamaqdan ehtiyat edənlər, bu alınmaz, bu məni qorxudur, kimi fikirlər səsləndirənlər, bunu ləğv edin, bu bizə lazım deyil kimi yanaşanlar. Açıq düşüncələr isə əksinə, mən bunu bacararam, bu mənim əlimdədir, bu məni qorxuda bilməz, mən biraz cəhd edib bunu əldə edəcəyəm. Bu açıq düşüncələrə aiddir. Bəs mütəxəssislər araşdırırlar ki, hələ insanın ilk yaş dövrlərində belə bu yarana bilir. Məsələn, necə ola bilər? Deyək ki, uşağın 4 yaşı var, bir cızmaqara eləyib, evə atası gələndə göstərir ki, ata, gör nə çəkmişəm. Ata deyəndə ki, bu nə gündə şəkildir, uşaq olur qapalı düşüncə. Sabah söz deməyə qorxur, çəkinir. Elə bilir ki, onun yaratdığı sənət əsərinə gələcəkdə, belə böyüyüb, gələcəkdə elə bilir ki, onun yaratdığı bu sənət əsəri heç kimə lazım deyil. Hamı deyəcək, bu nə gündədir. Bir də var, ata deyir, bu nə yaxşı şəkildir. Onu çərçivəyə salır, divardan asır, gələnə göstərir, gedənə göstərir. Bu zaman uşaq olur açıq düşüncədə, qorxmur. Çünki elə qəbul edir ki, onun yaratdığı hər bir şey belə gözəldir. Hamının xoşuna gələ bilər. Deməli, bəzən valideyn bilmədən uşağını qapalı düşüncəyə salır. Amma açıq düşüncəyə sahib olmaq çox önəmlidir. Bu, insanın həyatında dəyişə bilər. Deyək ki, ömrünün bir çağında bunun fikirləri ilə hesablaşıblar, bundan fikir soruşublar, bu açıq düşüncədə olub. Bir müddət keçəndən sonra situasiya dəyişib, bunu ümumiyyətlə fikrini soruşmayıblar, bu fikrini deyəndə onun fikrinə qarşı çox kobud formada müdaxilə ediblər və bu adam qərar verir ki, onsuz mənim fikrimə baxan yoxdur, mən fikrimi deməyəcəyəm və olur qapalı düşüncədə. Hətta sizin də başınıza gələ bilər. Deyək ki, bir tədbirə gelmişsiniz, görürsünüz ki, orada bir dənə sual verirlər, sual səsləndirirlər. Siz bu sualın cavabını bilirsiniz. Amma ehtiyat edirsiniz ki, birdən gedərəm, bu sualın cavabını birdən səhv deyərəm, orada mənə deyərlər, niyə bunu bugün də elədin, yəni məni orada tənqid edə bilərlər, qorxur ki, onun başına qışdıra bilərlər, uşaqdan travma qalıb da və başqası gedib həmin cavabı deyir və qazanır. Bu adam deyir ki, ay, kaş ki, mən deyərdim. Bu, yəqin sizin hər birinizdə ola bilən bir şeydir. İnsan müəyyən dövründə yaşanır. Bu nə deməkdir? Bu, bizim qapalı düşüncənin əlamətidir, biz qorxuruq. Çünki bir dəfə nəyəsə cavab vermişik, bizim başımıza qışqırırlar və biz qorxmuşuq. Qapalı düşüncədən açıq düşüncəyə keçmək şərtdir. Karl Dweck deyir ki, siz əgər bir uşağa həmişə deyirsinizsə ki, sən ağıllısan, həmin uşaq qapalı düşüncəyə keçəcək. Çünki deyir, onun çalışqanlığını qiymətləndir. Ona ağıllısan, mükəmməlsən, sənin zəkan yüksəkdir. Bu kimi rəylər bildirməyin. Çünki həmin uşaq düşünəcək ki, sabah birdən risk eləsəm, mən ağılsız ola bilərəm. Hələ risk eləməyin, bu qaydalardan gedin. Demək, o nəyə çevrildi? Qapalı düşüncəyə çevrildi. Bu hamısı psixoloji məsələdir. Və Karl Dweck maraqlı bir, deyək ki, təcrübə aparır, bu sizin üçün də maraqlı olar. O deyir ki, mən təxminən 10 yaşlı uşaqlar üçün belə bir təcrübə keçirdim. Onlara dedim ki, mən sizə suallar verəcəyəm, bizim dillə desək, məsəl üçün BSG verəcəyəm sizə. Amma bəzi mövzular var ki, o mövzular biz sizə keçməmişik hələ. Amma bilirəm ki, biraz cəhd eləsəz, bunu tapacaqsınız. Bir sinif 2 qrupa bölündü. Bir qrup dedi ki, müəllim, narahat olmayın, biz bunu tapacağıq, biz özümüzə inanırıq. Amma o biri qrup isə dedi, yox, bu imtahanı ləğv eləyin, ya da ki, bizə kömək eləyin, biz bu imtahanı keçək. Deməli, bu imtahanı ləğv eləyin, ya da bizə kömək eləyin deyənlər qapalı düşüncəli olanlardır. Demirlər, biz bunu öyrənək. Deyir ki, ya bu ləğv olsun, ya da bizə kömək eləyin, biz keçək. Və bu sabit zəkalardır. Öz öyrənmələrinə özləri də inanmırlar. Karl Dweck'in maraqlı yanaşmalarından biri də bütün dünyada məşhur olan sehirli hələ prinsipidir. Sehirli hələ. Buna bəzən deyilir hələnin gücü. Bu sözü xüsusilə yadda saxlayın. Ola bilsin ki, sizin gələcək fəaliyyətinizdə də bunu nəzərə alasınız. Karl Dweck deyir ki, mən həmişə, yəni pedaqoji
fəaliyyətə başladığım dövrdən etibarən mən uşağa demədim, sən bunu bacarmırsan. Mən ona dedim ki, səndə hələ alınmır. Demədim, sən yararsızsan. Dedim, səndə hələ alınmır. Dedim, mən həmişə sehirli hələ sözünü oraya qatdım. Sehirli hələ sözünü oraya qatdığıma görə bu uşaqlarda inamsızlıq olmadı və düşündülər, mən hələ bacarmıram, yəni ki, bacaracağam. Deyim, mən bütün qiymətləndirmələrdə hələ sözündən istifadə elədim. Bu pozitiv ab-hava yaratdı, negativ düşüncəni azaltdı və nəticədə deyir ki, mənim sinifim öz dövrünün ən güclü sinifləri səviyyəsinə gəlib çata bildi. Hansı ki, o səviyyəyə çatmaq, o motivasiyaya çatmaq bir möcüzə görünürdü. Amma mən onları deyir, hələ sözü ilə qiymətləndirmələrdə, rəylərdə hələ sözündən istifadə etməklə həmin səviyyəyə gətirib çatdıra bildim. Ona görə də Karl Dweck'in bu tövsiyəsi günü bu gündə uğurludur. İstər insanlarla ünsiyyətdə, istər şagirdlərlə ünsiyyətdə həmişə hələ sözünə, hələnin gücü prinsipinə çalışın, əməl edin. Bunun faydasını həmişə görəcəksiniz. Bilirsiniz ki, dünyada qiymətləndirmələrlə bağlı müxtəlif yanaşmalar var və hələ ki, tam qiymətləndirmə nə olmalıdır deyə elə bir yanaşma hələ ki, ortaya çıxmayıb. Bəs Karl Dweck'in yanaşması nə idi? Karl Dweck deyir ki, əgər biz bir prosesi şagirdə vermişiksə, məsələn, bir məsələ vermişiksə, şagird əgər o məsələ üçün strategiyası varsa və plus həmin strategiya ilə gedir, zəhmət çəkirsə, əmək sərf edirsə, ondan sonra baxırıq ki, buna nə qədər zaman sərf edib. Əgər strategiya yerindədirsə, əmək yerindədirsə, zaman azdırsa, o daha yaxşı qiymət ala bilər. Yoxsa əmək yoxdur, strategiya yoxdur, amma hesablayıb. Bu hələ bizi qane eləmir. Və yaxud əmək yerindədir, strategiya yerindədir, amma gec zaman bunu bitirir. Bunun qiyməti yüksək olmayacaq. Bu, Karl Dweck istiqamətində həyata keçirilən düşüncələrdir. Açıq düşüncəli insanlarla bağlı bir şeyi də qeyd edeyim. Onlar cəhdləri artırırlar daim. Məsələn, bir çətinliklə rastlaşsalar, cəhdlərini artırırlar, yüksək nailiyyətlər əldə edirlər. Qapalı düşüncəlilər isə cəhdləri azaldırlar. Bir maneə görən kimi cəhdləri azaldırlar və aşağı nailiyyət göstəriciləri əldə edirlər. İndi mən sizə bir məqamı da qeyd edeyim. Bu da sevindirici məqamdır. Yəni, düşüncə tərzini dəyişdirmək mümkündür. Düşüncə tərzi insanın alt şüuru ilə bağlıdır. Və ona görə də kitablarda, dərsliklərdə Henry Ford'un bu cümləsini həmişə xatırladırlar. O deyir, düşünürsən ki, bunu bacararsan, haqlısan. Düşünürsən ki, bunu bacarmazsan, yenə haqlısan. Demək, söhbət nədən gedir? Alt şüur səninlə mübahisə eləmir. Joseph Murphy var, onun bir kitabı var, düşüncənin rolu və yaxud alt şüurun gücü, belə bir kitabdır. Həmin kitabın əvvəlindən axırına qədər o insanın alt şüurunun insana təsirindən danışır. İnsanın alt şüuru sənin insanla mübahisə eləmir. Məsələn, sizdən bir nəfər deyir ki, mən gedib 50 dənə test yazmalıyam. Onun alt şüuru ona deyir ki, hə, ged yaz da, 50 dənə test yaz. Yoxsa həmin adam deyir ki, yox, mənim hövsələm yoxdur, bu testi bugün yazmaq istəmirəm. Alt şüur ona deyir ki, hə, yazma da bugün. Demək, alt şüur səninlə mübahisə eləmir. Sən onu hara kökləsən, o da o işi alınmasına töhfə verə bilər. Bu sadəcə psixolojidir, bu elə düşüncə tərzi nəzəriyyəsi də psixoloji nəzəriyyələrdən biridir. Bu da oldu Karl Dweck nəzəriyyəsi. Karl Dweck nəzəriyyəsi haqqında da orada mən sizə test verəcəyəm. Elə bil ki, izah etdiyim Vygotsky nəzəriyyəsində 40 dənə testdir. Karl Dweck nəzəriyyəsində isə 35 dənə testdir. Toplam 75 dənə test verirəm ki, növbəti dərsə qədər bu hər iki nəzəriyyənin testlərini eləyəsiniz ki, mən sizin səhvlərinizə baxa biləm və onları analiz edə biləm. Bugünkü izahım bu qədərdir. Kimin, deyək ki, nə sualı varsa verə bilər, biz həmin sualları izah eləyəcəyik və sizə daha yaxşı təqdim etməyə çalışacağıq. Buyurun. Kimin sualı varsa verə bilər. Ceyhunə müəllimə, aydın oldu mu sizə hər iki nəzəriyyə? Bəli, mən indi oxuduqdan sonra da bəzi şeylər
daha yəqin ki, belə deyək, sual oxuduqdan sonra yaranır məndə. İndi inşallah növbəti Aha. dərslər. Sualınız yaranan kimi elə yaranan dəqiqə çalışın ki, elə WhatsApp-a yazın ki, yaddan Yaxşı. çıxmasın. Çünki elə həmin anda onu bir izah eləməyə çalışaq. Çünki kimdəsə sual yaranırsa, bu əslində hamı üçün o sual yaranacaq deyək ki, anlamını gətirir. Çünki o sual hamı üçün maraqlı ola bilir. Bəyin müəllimə, aydın oldu mu sizə? Bəli, aydın oldu. Sadəcə bir dənə yer qaçırdım. Oxşar və fərqli xüsusiyyətlər bayaq deyirdik. Bəli. İki nəzər mühitində. Oxşar və fərqli. Oxşar xüsusiyyətlərini yazdım, qeyd elədim, amma fərqli xüsusiyyətlərini çatdıra bilmədim. Onun mən həmin hissənin şəklini deyək ki, qrupa da atacağam. Aha. O mənim kitabımda biraz daha ətraflı vermişəm. Hər ikisini atacağam. Həm Time kitabında Bəli. olan hissəni atacağım qrupa, həm də mənim öz Aha. vəsaitimdə olan hissəni atacağam. Hər ikisini analiz eləyərsiniz, istəsəniz oradan köçürərsiniz. Tamam müəllim, çox sağ olun. Rəqsənə müəllimə, sualınız. Xeyr, müəllim, mən də testləri işləyəndə ancaq bilirəm də hansı hissələri yaxşı öyrənmişəm, hansı hissələri unutmuşam. İnşallah, yəni nə sualınız olsa verə bilərsiniz. Nazənin müəllimə. Çox sağ olun müəllim, izaha görə. Heç bir sualım yox. Aydındır. Aynur müəllimə. Müəllim, ikincini anladım yaxşı, birincini zumatdı deyə demək olar ki, anlayışım yoxdur. Yəni, oxuyaraq yəqin ki, anlamağa çalışacağım. Müəllimə, nə sualınız olsa yenə bizimlə bölüşə bilərsiniz. Çətin hissə deyil. Mən çalışacağım ki, bizim səslər də var, dərsin səsləri də var. Çalışacağım ki, qrupa Vygotsky ilə bağlı da, Karol Dweck ilə bağlı da səsləri göndərin. Bizim onlayn dərslərdə olan səslərdir. O da biraz dəstək verər sizə, oxuyanda daha da yaxşı olar inşallah. Amma müəllim Çox sağ ol. mütləq göndərin, çünki bəzən yaddan çıxır, göndərmirsiniz. Siz mənim yadıma salsınız, mən göndərəcəyəm. Yaxşı oldu. Oldu müəllimlər, hələlik bugünkü dərsimiz bu qədərdir. Biz sizlə növbəti dərsdə görüşəcəyik və testlərin izahına birlikdə baxacağıq. Sağ olun.